Stimul vermək. Neysə, stimul başqa şeydən almışam. Burada deyil. Niyə məhz şirniyyatçılıq ixtisasını seçmisiniz? Mən uşaqlıqdan rəssamlığa, dizaynerliyə çox həvəsim var idi. Gözəl yeməklər bişirirdim və sonuçda gəldi, elə oldu ki, özümü şirniyyatda tapdım. Müasir şirniyyatçılığında hansı yenilikləri izləyirsiniz? Müasir şirniyyatda təbii ki, yeni çıxan trendləri izləyirik. Yeni çıxan tərkiblərdir, dekorasiyalardır. Bunların hamısını izləyirik, biz də həyata keçirməyə çalışırıq. Hansı şirniyyatları daha çox tadılmağa xoşlayırsınız? Təbii ki, mən dekorativ tort ustası olduğuma görə bəzəkli tortları hazırlamağa daha çox üstünlük verirəm və tortların təbii ki, tərkibi ilə üz görünüşü vəhdət təşkil eləməlidir.